Hər bir məktəblinin çantası onun ümumi çəkisinin 10-15%-dən çox olmamalıdır. Nazirin son fikri ki, nazirlik çantaların ağır olmasına görə cavabdehliyi daşımır, bu nazirin birbaşa məsuliyyətdən yayınmasıdır. Bugün ümumi təhsil məktəblərində şagirdlərinin, xüsusilə də daha çox məktəbə dəstək gətirən ibtidai sinif şagirdlərinin çantası onların ümumi çəkisinin 30, bəzən 40%-ni gətirib çıxarır ki, bu da uşaqlarda skolyoz xəstəliyinin yaranması üçün əsas səbəbdir. Bugün məktəblərdə dəstəklərdən başqa eyni zamanda iş dəftərləri, əlavə dəftərlər, əlavə vəsaitlər olmadan dəstək materiallarını mənimsəmək mümkün deyil. Bunun əsas səbəbi 1. Dəstəklərin dilinin həddindən artıq ağır olması, 2. Nazirliyin özünün dəstəkdən əlavə olaraq əlavə materiallar, çalışmalar toplularının olmaması və nəticədə məktəblərdə isə xaotik şəkildə hansı məktəb, hansı müəllim, hansı əlavə vəsaiti istəyirsə, bunu valideynlərə aldırmasıdır. Nəticə etibarı ilə məktəbli çantalarının çəkisi normadan ən azı 2 dəfə çox artır. Bu da təbii ki, onlarda dediyimiz kimi skolyoz xəstəliyinin yaranmasına səbəb olur. Və bundan başqa xüsusilə yuxarı siniflərdə isə məktəblərin məktəbə çantasız getməsinə gəlib nəticələnir və düşünürəm ki, bu məsələdə nazir bir daha məsuliyyəti çiynindən atmaq kimi əvvəlki siyasətini yürütməklə məşğuldur. Nazirin fikrində ki, hansı ki kənar əşyalar qoyulur, bu tam absurddur. Kənar əşyalar deyərkən nəyi nəzərdə tutur? Deyək ki, valideynin övladı üçün qoyduğu yeməyin və yaxud da suyun çəkisi nə qədərdir? Və yaxud da kənar əşyalar deyəndə konkret nəyi nəzərdə tutur? Buna da bir aydınlıq gətirmək lazım idi.